Zaqatalada yazın gəlişi qədim el adətləri ilə qarşılanır. Rayonun Yuxarı Tala kəndi sakinləri hər il olduğu kimi bu ildə günəş rəmzi sayılan Maxara el bayramını böyük coşqu ilə qeyd ediblər. Aprel və may aylarının yağışlı və sərin keçməsindən sonra günəşli havanın qayıtması kənddə də canlanma yaradıb. El mərasiminin təşkil olunduğu məhəllədə səhər saatlarından böyük hərəkətlilik müşahidə olunur. Bir tərəfdə uşaqların səsi yüksəlir, digər tərəfdə sac üstündə maxara bişirilir, qazanlarda isə hədik hazırlanır. Sakinlər bildirirlər ki, bütün hazırlıq işləri kənd cəmaatının öz təşəbbüsü və vəsaiti hesabına həyata keçirilir. Kənd sakini Rəbiyyət nənə bildirib ki, kənddə hər ailə əvvəlcədən hansı ərzağı gətirəcəyini bilir. Kimin gücü nəyə çatırsa onu gətirir. Burada az gətirdi, çox gətirdi deyə heç kimə irad tutulmur. Sakinlərin sözlərinə görə bayram günü əvvəlcədən müəyyənləşdirilir və kənddən kənarda yaşayan qohumlar da mərasimə dəvət olunur. Məclis üçün qurulan çadır qadınlar və kişilər üçün ayrıca hissələrə bölünür. Bayramın əsas yükünü isə ocaq başında çalışan kənd sakinləri daşıyırlar. Səhərdən qazanlarda hədik hazırlayanlar, iri samovarlarda çay dəmləyənlər və sac üzərində minlərlə maxara bişirənlər kəndin həmrəylik ruhunu nümayiş etdirirlər.